Salam değerli izleyiciler, aziz tələbələr ve şagirdler. Bugün sizinle yeniden riyazi severler için dersinde görüşürük ve bugünkü dersimizde size müxtəlif tipli maraqlı məsələlər həll edəcəyik. Məsələ 1. Riyazi severler için 35-ci dərsin birinci məsələsi. Məsələ 1. 6'ya böldükdə qalıqda 4 alınan 3 rəqəmli ədədlərin sayını tapın. Həlli. 6'ya bölünen 3 rəqəmli ədədlərin sayını tapaq. Deməli, burada 6'ya bölünen 3 rəqəmli ədəd birincisi 100 olur. Ona göre ki 6 vuraq 16 üstə gəl 4 və qalıq 4 olduğuna bu eləyir 100. Qalıqda 4 birinci budur. Və 6 vuraq 17 üstə gəl 4 106 eləyir. 6 vuraq 18 üstə gəl 4 isə 112 eləyir. Deməli, bu ədədlər 6 arta ədədi silsilə əmələ gətirir. A1 100'ə bərabərdir. A2 106'ya bərabərdir. A3 112'ye bərabər. D də bərabərdir 6. İndi biz enici həddi tapmalıyıq ki, və bu 3 rəqəmli ədədlərin sayını tapaq. Və burada necə tapırıq? 6'ya bölünən 3 rəqəmli ədəd 996'dır. Üstünə 4 gələndə bu 1000 eləyir. Deməli 3 rəqəmli olmadı. 6'ya bölünən axırdan əvvəlinki isə 990 olacaq. 990'ın üstünə 4 gələndə 994. Deməli bizdə AN 994 oldu. Sizə məlumdur ki, ədədi silsilənin enici həddi AN bərabərdir. A1 üstə gəl N-1 D düsturu ilə tapılır. Və burada 994 bərabərdir A1 100 üstə gəl N-1 vuraq 6. Buradan aldım 6 vur N-1 bərabərdir 894 çıxdıq 100'ü 6N bərabərdir 990 900 və buradan N bərabərdir 150 alınır. Beləliklə 6'ya böldükdə qalıqda 4 alınan 3 rəqəmli ədədlərin sayı 150'ye bərabərdir. Cavab 150. Məsələ 2. Kök altda x'in üstü kök altda x, onun da üstü kök altda x və bu proses sonsuza qədər davam edir. Bərabər 3'də 1 olarsa x'i tapın. Deməli, belə bir sonsuz qüvvətli ifadə 3'də 1'ə bərabərdir. Buradan x'i tapaq. Mən kənarda sol tərəfdəki ifadəni bir y ilə əvəz eləyirəm. Deməli, kök altda x'in üstü kök altda x və s. sonsuzluğa qədər. Bu isə y olduğundan, sonsuzluğa getdiyindən bu da y olacaq. Kök altda x'in üstü y. Və y-də bu ifadə də 3'də 1'ə bərabər olduğundan sağda biz belə yaza bilərik. 3'də 1'dir bu. Deməli, onda yazacaq kök altda x'in üstü y-də 3'də 1'dir. Olacaq 3'də 1 bərabərdir 3'də 1'ə. Bax, belə bir ifadə alın. Çünki bunun özü də 3'də 1'ə bərabərdir. Bu y 3'də 1'dir və götürüb y-in qiymətini yerinə yazdım. Bərabər oldu 3'də 1. Sol tərəfi sadələşdiririk bu düsturla. A üstü N'in üstü M sizə məlumdur ki, bərabərdir A üstü N vuraq M. Və burada alıram x'in üstü 2'də 1'in qüvvəti 3'də 1. Bərabərdir 3'də 1'ə. Düsturu tətbiq eləsək sol tərəfə x'in üstü 6'da 1 bərabərdir 3'də 1. İrasional tənli kimi demək olar. Burada sol tərəfə x'in üstü 6. Hər iki tərəfi 6-cı dərəcədən qüvvətə yüksəldirəm. Onda olacaq, bu verir elə x'in özü bərabərdir 3'də 1'in üstü 6. Bu da bərabərdir 729'da 1. Beləliklə verilən tənliyin cavabı x bərabərdir 1 bölək 729. Məsələ 3. Kök altda x üstə gəl kök altda mənfi x bərabərdir 12 tənliyinin bütün köklərini tapın. Həlli. Deməli, əvvəlcə biz həlli yazırıq kök altda x
üstəgəl kök altdan mənfi x bərabərdir 12. Bütün kökləri tapın. X məsələnin şərtinə görə x böyük bərabər olmalıdır sıfırdan, mənfi x də böyük bərabərdir sıfırdan. Onda buradan alıram x böyük bərabərdir sıfır. Mənfi 1'ə vururuq bunu, o da x kiçik bərabər olur sıfırdan. Deməli onda buradan çıxır ki x bərabərdir sıfır alınır. X bərabər sıfır da ödəmir. Buradan aydın olur ki bu tənliyin həqiqi kökü yoxdur. Həqiqi kökü yoxdur, onda mən bunu götürüb yazıram bu şəkildə. Kök altda x bərabərdir 12 minus kök altda mənfi x və hər iki tərəfi irrasional tənliyin həll olunma metodikasının kvadrata yüksəldib həll edirik. Olur kök altı x'in kvadratı bərabərdir 12 minus kök altda mənfi x'in kvadratı. Və buradan aldıq x bərabərdir 144 çıxaq 24 kök altda mənfi x və kök altda mənfi x'in kvadratı verəcək mənfi x. Burada mənfi olacaq işarə. X'i keçirdirik sol tərəfə 2x olur. 2x çıxaq 144 bərabərdir mənfi 24 kök altda mənfi x-ə. 2'yə ixtisar eləyirik, hər iki tərəfi 2'yə bölürük. X minus 72 bərabərdir mənfi 12 kök altda mənfi x. Və yenidən hər iki tərəfi kvadrata yüksəldirik. X minus 72'nin kvadratı bərabərdir. Bu olacaq mənfi 144x. Çünki bu mənfi müsbət oldu. Kökün altından mənfi çıxır. 12'nin kvadratı da 144. Açırıq sol tərəfi a minus b'nin kvadratından. X kvadrat minus 144x. Üstəgəl 72'nin kvadratı. Bu da bərabərdir mənfi 144x. Mənfi 144x'lər islah oldu. X kvadrat bərabər oldu mənfi 72'nin kvadratına. Və buradan x1, 2 bərabərdir. Plus minus kök altda mənfi 72'nin kvadratı. Kök altdan mənfi 1 i verir. Deməli buradan alıram x1, 2 bərabərdir. Plus minus 72i. Yəni x1 bərabər oldu. Mənfi 72i'yə x2 də bərabərdir. Müsbət 72i. Verilən tənliyin 2 kompleks kökü var. Məsələ 4. 1, 2, 3, 5 rəqəmlərindən istifadə edərək rəqəmləri təkrarlanmayan 2 rəqəmli ədədlərdən təsadüfən seçilən bir ədədin 20'dən böyük olması ehtimalını tapır. Məsələni ehtimalın klassik tərifinin köməyi ilə həll edəcəyik. Əvvəlcə biz tapaq görək ki, 1, 2, 3, 5 rəqəmlərindən rəqəmləri təkrarlanmayan neçə dənə 2 rəqəmlə də düzəltmək olar. Bunu təkrarsız aranjemanın köməyi ilə edirik. Təkrarsız aranjeman n-dən k bərabərdir. N faktorial bölək n minus k faktorial. Və n 4'ə bərabərdir, k da 2'yə. Deməli bizdə olacaq aranjeman 4'dən 2 bərabərdir. 4 faktorial bölək 4 çıxaq 2 faktorial. Bu da bərabərdir. 4 faktorial bölünsün 2 faktorial. Alıram 2, 3, 4 bölək 2. Bu da elədi 12. Deməli, bütün mümkün hallar sayı bərabər oldu 12'yə. İndi əlverişli hallar sayını tapaq. Əlverişli hallar sayı da 20'dən böyük bu ədəd rəqəmlərdən düzəldilmiş 20'dən böyük ədədlərin sayıdır. Baxıram belə diqqətə. Deməli bunlar hansılardır? 21, 23, 25, 31, 32, 35, 51, 52, 53, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bunların sayı 9 oldu. Buradan çıxır ki, əlverişli hallar sayı 9'a bərabərdir. Və ehtimalın klassik tərifinə görə bu hadisənin ehtimalı PA bərabərdir. Əlverişli hallar sayı bölünsün, əlverişli hallar sayı bölünsün, mümkün hallar sayı. Mümkün hallar sayı. Bu da bərabərdir.
qiymətlərini nəzərə alıram. 9/12. 3-ə ixtisar olur 4/3. Beləliklə tələb olunan ehtimal PA bərabərdir 4/3 alırıq. Məsələ 5. Fx bərabər 4x plus 3 olarsa fx'i tapın. Həlli. Fx funksiyasında x-in yerinə yenidən fx'i yazmaqla alınan başqa bir mürəkkəb funksiya olur. Ona fx funksiyası superpozisiyasıdır deyirlər. Yəni fx bərabərdir 4x plus 3-ə bərabərliyinə baxırıq. Funksional tənlik kimi biz buradan fx'i tapmalıyıq. Sağ tərəf xətti funksiya, 4x plus 3 xətti funksiyadır. Ona görə də fx'i biz ax plus b şəklində axtarırıq. Onda fx olacaq bərabərdir. Dediyim kimi x-in yerinə bu ifadəni yazmaq. O bərabər olacaq f(ax plus b). Və bu da bərabərdir. Tapırıq ax plus b üstəgəl b. Və nəticədə bunu açıram, alıram, olur a kvadrat x ab plus b. Deməli, bu qiymət eyniliklə bu ifadəyə bərabər olmalı. Çünki sol tərəf eynidir, sağ tərəfdə buna bərabər olmalıdır. A kvadrat x üstəgəl ab plus b bərabərdir 4x plus 3-ə eyniliklə və naməlum əmsallar biz simmetrik bir-birinə bərabər eləyəcəyik. Burada olur a kvadrat x, b-ni çıxardanda olur a plus 1 vuraq b bərabər deyilmişlə 4x plus 3-ə. Diqqət eləsəniz görərsiniz a kvadrat x-in əmsalı a kvadrat bərabər olmalıdır 4-ə. A plus 1 vuraq b isə bərabər olmalıdır 3-ə. Buradan çıxır ki a kvadrat bərabərdir 4 olmalıdır. A plus 1 vuraq b bərabərdir 3 olmalıdır. Buradan tapırıq a bərabərdir plus minus 2, a bərabərdir 2. Mənfi 2 məsələnin şərtini ödəmir. Deməli a 2-yə bərabərdir. Dediyim kimi a bərabərdir mənfi 2 ödəmir. Və onun qiymətini yazıram burada yerinə. 2 plus 1 vuraq b bərabərdir 3 alırıq. 3b bərabərdir 3-ə. B bərabərdir 1-ə. Qiymətləri A-nı tapdım. B-ni də tapdım. Gətirib yerinə yazırıq fx-i tapırıq. Naməlum əmsallar tapıldı. Fx bərabərdir 2x plus 1. Beləliklə bu məsələnin həlli fx bərabər 2x plus 1. Məsələ 6. X-in üstü x kubu bərabərdir 36 tənliyini həll edin. Həlli. Deməli, tənliyimiz x-in üstü x-in kubu bərabərdir 36-ya. Tənliyi həll etmək üçün mən x kubunu bir t ilə əvəz edirəm. Yeni dəyişən. Olacaq x-in üstü t bərabərdir 36. Və hər iki tərəfi, tənliyin hər iki tərəfi 3-cü dərəcədən qüvvətə yüksəldirik. Olacaq x t-nin üstü 3 bərabərdir 36-nın kubu. Və buradan 3-nə belə bir düstur sizə məlum deyil. A üstü m üstü n bərabər deyilə a üstü n üstü m. Deməli, belə yaza bilərik. Bu liyə əsasən sol tərəfdə mən yaza bilərəm x-in kubunun üstü t. Bax, kubu yazdım, yerlərini dəyişdim. 36 da bildiyiniz kimi 6-nın kvadratıdır. 2 vuraq 3 olur. Və x-in kubu bizdə vəzləmə var t-dir. X-in kubu götürüb yerinə t yazıram. T üstü t bərabərdir 6-nın üstü 6 alıram. Simmetrikliyə görə, yəni t-nin üstü t bərabərdir 6-nın üstü 6. Buradan çıxır ki, t elə bərabərdir 6-ya. Öz dəyişənimizə keçmək üçün t-nin qiymətini nəzərə alıram.
X'in kubu bərabərdir 6-ya və buradan tapırıq ki, X bərabərdir 3-cü dərəcədən kök altında 6. Beləliklə, tələb olunan tənliyin kökü X bərabərdir kub kök altında 6-ya. Məsələ 7. I bərabər 1 bölü ln x dx integralını hesablayın. Həlli. Bu integral ali riyaziyyatda açılmayan integral adlanır. Yəni, bu integral elementar funksiyalarla ifadə olunmur. Biz isə bunu sıralarla ifadə edəcəyik, sıra yazılışını verəcəyik. Yəni, o cürə hesablanma, təqrib hesablanma ilə eləyəcəyik. Deməli, onda ln x-i mən əvəz eləyirəm t ilə. Buradan çıxır ki, x bərabərdir y üstü t. dx də bərabər olacaq elə y üstü t dt-yə. Və y üstü t-nin Maclaurin düsturuna görə ayrılışını yazıram. 1 üstə gəl t bölək 1 faktorial, t kvadrat bölək 2 faktorial, t kubu bölək 3 faktorial, plus və s. Və bu ayrılışı gətirib i bərabərdir düsturda, misalda yerinə yazırıq. Olacaq 1 bölək t, ln x-in yerinə, dx-in yerinə də y üstü t dt. Bu bərabərdir. İntegral. Y üstü t'nin ayrılışını bölməliyəm t'yə. T'yə böləndə alınır, yazaq 1 bölək t, 1 bölək 1 faktorial, t bölək 2 faktorial, t kvadratı bölək 3 faktorial, plus və s. dt. Bu da bərabərdir. Çox hədli kimi integralların hər birini hesablayırıq. Bu verəcək ln t modulda. Bu verəcək t bölək 1 vuraq 1 faktorial. T'nin integralı t kvadrat bölək 2. Burada 2 faktorialımız da var. T kvadratın integralı t kubu bölək 3. 3 faktorial da var. Plus və s. Sonsuz sıraya qədər. Burada bir də qeyri-müəyyən integral olduğuna görə C. Və burada bu ifadəyə deyirəm, sırayla ifadə edəcəm. Bunu geniş yazaq. Bu bərabərdir. Bərabərdir. Bu bərabərliyimizin davamı. Ln t bu ifadə verəcək gəl n birdən sonsuzluğa. N vuraq n faktorial. N vuraq t üstü n. Plus c. Bu c sabit. T'nin qiymətini yerinə yazırıq. ln x üstə gəl n birdən sonsuzluğa ln üstü n x n vuraq n faktorial plus c. Və verilən integralı biz sırayla belə ifadə edirik. Məsələ 8. 2-nin üstü loqaritma x əsasdan 8 bərabər x. X böyükdür 0. Tənliyini həll edin. Tənliyimiz 2-nin üstü loqaritma x əsasdan 8 bərabərdir x-dir. Misalın görkəminə görə görük hər iki tərəfi 2 əsasdan loqaritma etmək daha faydalı olar. Loqaritma 2 əsasdan 2-nin üstü loqaritma x əsasdan 8 bərabərdir loqaritma 2 əsasdan x-ə. Və loqaritma a əsasdan b üstü k bərabərdir. K vuraq loqaritma a əsasdan b düsturunu sol tərəfə tətbiq eləsək, alıram loqaritma x əsasdan 8 vuraq loqaritma 2 əsasdan 2 bərabərdir loqaritma 2 əsasdan x. Və siz bilirsiniz ki, loqaritma a əsasdan a vahidə bərabərdir. Bu düsturda görə bu ifadə vahid verdi. Aldım loqaritma x əsasdan 8 bərabərdir loqaritma 2 əsasdan x-ə. Sol tərəfə bir əsasdan başqa əsasa keçmə düsturunu tətbiq edirəm. Loqaritma əsasdan b bərabərdir. Loqaritma 1c əsasdan b bölək loqaritma c əsasdan a. Tətbiq eləsək alırıq. Loqaritma 2 əsasa keçirəm mən buradan. Loqaritma 2 əsasdan 8. Loqaritma 2 əsasdan x bərabərdir loqaritma 2 əsasdan x-ə. 8-i 2-nin kubu yazırıq. Bu düstura görə tətbiq edirik o düsturu. Loqaritma 2-dən 2-nin kubu
bölək loqaritma 2 əsasdan x bərabərdir loqaritma 2 əsasdan x-ə. 2'nin 3 geldi qabağa, 2'den 2'də 1 verdi. Aldım 3 bölək loqaritma 2 əsasdan x bərabərdir loqaritma 2 əsasdan x-ə. Buradan loqaritma kvadrat 2 əsasdan kvadrat x bərabərdir 3'ə. Və tapdım ki, loqaritma 2 əsasdan x bərabərdir plus minus kök altda 3'ə. Kvadratlı kök aldı. Loqaritma 2 əsasdan x bir dəfə bərabər oldu. Mənfi kökdə 3'ə. Buradan x1 bərabərdir 2'nin üstü mənfi kökdə 3. x1 tapıldı bu şəkildə. Və x2'ni buradan yaza bilərik. x2 bərabərdir loqaritma 2 əsasdan x bərabərdir kök alt 3'ə. x2 də bərabərdir 2'nin üstü müsbət kök altda 3. Tənliyin 2 kökü var. x1 və x2. Beləliklə bugünkü dərsimiz başa çatır. Sağ olun, yeni dərslərdə görüşənə.